Evvela ağa belə bir şəxsiyyətdir. Belə bir şəxsiyyət idi, onun haqqında mən bir şey demeye dilim gəlmir. Neçə il mənə zəhmət çəkib, mənə dərs verib. Hər tərəfli hörmət, ehtiram. Bu belə şəxsiyyət olur. Cənub bölgəsində belə itki, tabii bir şey deyə bilmirəm. Bu biz üçün böyük bir itkidir, hamımız üçün. Allah onun rəhmət eləsin. Allah istəyənlərinə sabır versin. Onun haqqında vallahi mən bir söz deyə bilmirəm dayı. Allah iki nəfərdirlər, ikisi də getdilər, Allah rəhmət ver. Hacı Əli Həsən idi, bir də Müağa, ikisi də bunlar getdilər, bizim əlimizdən getdi. Bizim böyüklərimiz idi onlar, bizim Cənub bölgesinin ağasıydı. İştirakçıları, büyüklər həqiqətən masallı üçün, ümumiyyətlə Respublikamızın dini aləmi üçün çox ağır gündür. Ağır gündür o mənada ki, biz öz seydimizi, axundumuzu, alimimizi, axsaqqalımızı, dayımızın bütün yetimlərin, yesirlərin, o kasıfların dayağı olan bir insan itirmişik. Ben Allah'tan ona rəhmət diləyirəm. Ağa elə insan idi ki, o sədaqətlə vətəninə, xalqına, hökumətinə sədaqətlə xidmət elədi. Öz ləyaqətini həmişə qorudu. Həmişə özünün dini ləyaqətini üstün tuturdu. O, hətta elə məclislər oraya bizi şahisiz ki, səhv sözlər həmin ya molla da olsa, başqa asal gücünə deyirdi ki, bu səhvdir, bunu belə eləmək olmaz. Məclislər girən kimi ağa Quran-ı Kərimi qabağına qoyub ondan oxuyub cəmaatı başa salırdı. Nağıllar danışmırdı, Allah onu rəhmət eləsin. Bir şey bizi təsəlli tapır ki, öz ləyaqətindən, sədaqətindən xidmət edir bir insan, bütün masallı cəmaatı yığışıb onu son mənzilə yola salır. O ölməyəcək, qəlbimizə, ürəklərimizə, nə qədər biz yaşayırıq, nəvələri yaşayacaq, onun əməlləri də yaşayacaq. Allah onu rəhmət eləsin, ailəsinə səbr diləyirəm və deyirəm ki, Allah səni qəni-qəni rəhmət eləsin. Sağ olun. İnsanlık değildi etle sümükle. İnsan güzel olmaz güzel sıfatla. Şihin her damlası olsaydı goher, goherde incide olmazdı değer. Allah Tebarek ve Teala ağamıza o kadar büyük ahlak nasip eləmişti. Ağanın əyləşməyi, danışığı bir tərbiyeydi. Mənim yaşım çatır, məsələn, Molla, Allah rəhmət eləsin, Molla Sadıq əmmiyə, Molla Qulam əmmiyə, Allah rəhmət eləsin, bu köynələr idi. Ancaq mənə bir şey təsir edir ki, bayaq ağamız dedi, axsaqqallarımız, yəni axsaqqallarımız, dini axsaqqallarımız, bu cünəki dinlər, dəyişirlər dünyaları bizə böyük təsir edir. Baxmayın ki, indi biz onların ardıcıllarıyıq, amma biz onların əqidəsinə əqidəmiz çatmaz. Bizi şeytan tez aldadır. Amma onları mümkün deyil ki, onları yoldan çıxarsın, aldatsın. Öz əqidələrində var idi. Bax, ağa dedi, müəllim dedi, Mirkərim ağanın yanında kim söhbət eləsəydi, danışsaydı, onun çatışmazlığını dərhal ona xatırladırdı. Amma biz elə deyilik. Bir daha deyirəm, mən hamımıza, bütün Cənub bölgəsinə başsağlığı verirəm, o cümlədən masallı rayonuna, o cümlədən bax sizlərə başsağlığı verirəm. Allah rəhmət eləsin, Allah balalarına böyük səbir kəramət eləsin. Allah bu kənddən, bu eldən, bu obadan, ümumiyyətlə Cənub bölgəsindən bütün dünyasını dəyişən dindarlarımıza qəriq rəhmət, vasılı cənnət eləsin. Allah Təbarək və Teala bütün şəhidlərimizi qəriq rəhmət, vasılı cənnət eləsin. Allah bütün qazilərimizə, bütün xəstələrimizə, Peyğəmbər Xuda əleyhissalam hörmətinə şəfa versin. Və selamu aleyküm və rəhmətullah. Mən axşam gəlmişdim, buradaydım. Bir neçə söz danışdıq. Rəhmətliyin oğlu mənə dedi ki, bir zaman atam mənə dedi ki, Ağa Seyyid oğluna deyib ki, bax, mən xəstələnmişdim, mənim dostum Hacı İsmail mənə $1100 pul göndərib. Sənin də belə bir dostun varmı? Ata öz oğluna sual edib, sənin də belə dostun var?
Benim atamın dostuydu bu kişi. Allah rahmet eylesin. Ve benim atam da dünyasında yaşanda bu kişi gelmişti. Bu kişi hayatın dönmedi o yoldan. Son nefesine kadar ben o gün sosyal şebekede de baktım. Devletimizin nümayəndəsi gelmişti onun yanına. Orada da peygamber sözü dedi. Kısası bu insan hayatın İslam'a hasretti. Bacardığı kadar. La yukallifullahu nefsen illa vusaha. Laha ma kasabet ve aleyha ma iktasabet. Bu insan hayatın dine hasreladı. Ve elhamdülillah vel minne onun asarı tələbələri vardı bugün de. Ve bugün de elə məhşur ruhanilerdi onun tələbələri. Allah onun ruhunu şad eləsin. Kısası ömrün Kur'an-ı Kerim'e hasreladı. O Kur'an-ı Kerim'i ki onun barəsində Allah Kur'an-ı Kerim'de buyurur ki لو أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله وتلك الأمثال نضربها للناس لعلهم يتفكرون. Eğer biz Kur'an'ı dağa indirseydik dağ korkusundan arıyar. Bu misali vururuq insanlardan ötürü. Ve kıyamette bilirsiniz. Peygamber buyurup bütün nesiller itecek. Ama Adem oğlu kimi kabirden kalkacak ama bunlar Seyyid balası kimi kalkacaklar. Bunlar o peygamberin balalardı ki o peygamber hayatın bu dinden ötürü kurban verir. Ve sen bir tane nurlu çıraqsan. Hakikaten bir Kerim ağa, Allah ruhunu şad eləsin. Cənub bölgesi için yok ha, Azerbaycan için bir tane nurlu çırağı. Allah yan verir İzzü Celal'ına, onun bu gidişi mübah karar versin inşallah. Caddi Resulullah'tan ayrı salmasın inşallah. Bunun ölümü, bakmayarak birazdan ruhanilerimiz buna namaz kılacaklar. Namazda esasen bir hutbe de okusalar sonunda 3 tane ya 4 tane ya 7 tane ayet okuyacaklar ki فَاَعْتَبِرُ يَا اُلِ الْاَلْبَابِ لَعَلَّكُمْ تَعْقِلُونَ. Dikkat edin ey ağıl sahipleri. Şayet ölünü görüp ağıllanasın. Bilesiniz bir günde biz olacağız burada. Bu işlerin hamısının yəsi imam zamandır. Allah onun gelişini təcil eləsin. Bizim sahibimiz, yiyamiz odur. Allah yan verirəm İzzü Celalına. Onun nəzəri o sırağanın üstündə. Bir ömür onu çağırmışıq. Esselamu ey ahir zamanın sahibi. El-aman ey zülfüqari Murtaza'nın sahibi. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu ve bil Fatiha. Mir Kerim ağanın sevgisi her birimizin kalbinde var. Şahsen bende ona çok yüksek sevgi olup bugün de var. Ona göre çok değerli şahsiyetti. Doğru düzgün din kadimiydi. İyi adamdı, temiz adamdı. Onun evi, ocağı, sülh ocağı olur. Hatta inzibati organ işçileri müeyyen meselelerin hallolunmasında əziyyət çəkdidə biz onları istiqamətləndirirdik, Mir Kerim ağanın yanına gedir. O bu məsələni həll edəcək, o sülh yaradacaq. Mən bir daha mərasim iştirakçıların, bura gələn şəxslərin hər birinə minnətdarlığımı bildirirəm. Mir Kerim ağanın yaxınlarına, övladlarına başsağlığı verirəm. Hamıza başsağlığı verirəm. Bəli, böyük axsaqqalımız getdi. Bu axsaqqalın boşluğun doldurulası artıq adam yoktur. Allah Teala elə qismət eləsin ki, bu boşluğu dolduran şəxslər yetişsin. Bir daha Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Mən bu sözləri deməklə elə bir mənəvi borcumu ödəyirəm. Yasin oxuya bilmirəm, Quran oxuya bilmirəm. Amma bu dediklərimlə fikrimi ifadə edirəm. Onu olan borcumu üzərimdən götürməyə çalışıram. İlahi Allah rəhmət eləsin, sağ olun, var olun. Bu möhtəşəm birlik, elə Mir Kerim ağaya olan sevgidir, ona olan məhəbbətdir. Sağ olun, var olun.
rayondan, bu rayon, kətdən, dünyasını dəyişən nəcəf alimlər, ümumi alimlər, ruhlarına salavat. Bu ağalar ki, adılar ki, yığılıb ağsaqqallar bula, onların salamatlığına ucalı salavat. Ben de benden önce danışan bütün xətiblərin, ruhaniyyətin, üləmanın sözlərinə qoşulub, öncəliklə bu kəndə ki, ağıya sahib çıxdılar, ondan sonra rayona və bütün cənub bölgəsinə başsağlığı verirəm. Allah ruhun şad eləsin. Bir nöqtəni qeyd edeyim, mənim əzizlərim, Allah nə dinin yiyəsiz qoyan deyil, bu dinin bəyəkləri Hacı əmim, Mikail əmim qeyd elədi, bu dinin bir dənə yiyəsi var. Göydə Allah, yerdə 12-ci imamımız. Kur'an-ı Kerim buyuruyor ki, مَا نَنْسَخْ مِنْ آيَةٍ اَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا اَوْ مِسْلِهَا. Məyus olmayalım. Bir zaman Allah rəhmət eləsin, Mir Kərim əmindir cavanlığında, ondan öncəki üləma burada bilmirəm kimlər olub, elə o dövləndə deyiblər ki, daha bir də bundan gəlməz, gəlir, Mir Kərimlər gəldi, gəlmədi, Şeyx Əl-Həsənlər gəldi, gəlmədi, Axud Müzəffərlər gəldi, gəlmədi. Bundan da sonra yetərincə Ərkivanın ruhaniyyəti var. Ərkivan zamanı. Siz böyük alimlər yetişdirirsiniz. Boynuzda, bıcağızda. Alim olmaq asaddır, onu saxlamaq çətindir. Ruhaniyyətinizə sahib, gözəl sahib çıxırsınız. Ümidvarıq ki, Əl-Həsən əmilərin, Mir Kərim ağaların ölümü ilə boşluğa düşməyəcəksiniz. Boşluq çox böyük fəsadlar verər. Sizin yetərincə maşallah olsun. Mənim tanıdığım elə cavan, gözəl, aktiv ruhaniləriniz var, hansı ki, Əl-Həsən əmi də, Mir Kərim əmi də elə onları dəstəkləyirdi. Hətta bəzən sözün kəsib o cavan ruhaniyyətə verirdilər. Allah ümmətin bu sevgisin, bizim cəmiyyətimizin əhl-i beyti olan bu dəyərlərin və sevgisin bu cəmiyyətə çox görməsin. Mən bir daha bu cəmiyyətə sizə təşəkkür edirəm ki, qoynumuzda Mir Kərimlər yetişdirə bildiniz. Bəli, şəhidpərvər bir cəmiyyət Mir Kərimlər yetirə bilir. Allah hamımızdan razı olsun. Təhiyyətən ləkum və selamu aleykum və rəhmətullah. Bu taraf. Bu yüzden Allah. Muhammed'in nuruna salavat edin. Muhammed Ali Muhammed'e salavat işleyin. Bir tarafa, kesin durun. Bir tane arkaya, bir balaca arkaya durun, bir balaca arkaya durun, bir balaca arkaya durun. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. استغفر الله الذي لا إله إلا هو الحي القيوم ذو الجلال والإكرام وأتوب إليه. استغفر الله العظيم من جميع الذنوب والآثام وأتوب إليه. استغفر الله الذي لم يتخذ صاحبة ولا ولدا ولم يكن له شريك في الملك ولم يكن له ولي من الظل وكبره تكبيرا. قال مولانا أمير المؤمنين علي بن أبي طالب عليه السلام: قليل عمرنا في دار دنيا ومرجعنا إلى التراب. له ملك ينادي كل يوم لطول الموت وبنول القراب. فذا الدهر والأيام والذنب حاصل، وأنت بما تحوي من الحق غافل. سرورك في الدنيا غرور وحسرة، وعيشك في الدنيا محال وباطل. تزود من الدنيا فإنك راحل وباطل، فإن الموت لا شك نظير.
ألا إنما الدنيا كمنزل الركيب أنا غاشيا وهو في الصبح راحيل. يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين. ولا تقول لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون. ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين الذين إذا أصابتهم مصيبة قالوا إنا لله وإنا إليه راجعون. أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم المهتدون. كل شيء هالك إلا وجهه له الحكم وإليه ترجعون. كل من عليها فان ويبقى وجه ربك ذو الجلال والإكرام. فاعتبروا يا أولي الأبصار لعلكم تبصرون. فاعتبروا يا أولي الأفهام لعلكم تفلحون. فاعتبروا يا أولي الأبرار لعلكم ترحمون. فاعتبروا يا أولي الأذكار لعلكم تتذكرون. İnşallah niyet belediyelim. 3 defa salattan sonra bu hazır olan cenazeye meyyit namazı kılıran vacib gurbeten ilallah. Menden qabağa keçmeyiz. As-salat 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 Allahu Ekber أشهد أن لا إله إلا الله وحده لا شريك له إلها واحدا أحدا صمدا حيا قيوما دائما باقيا عبدا لم يتخذ صاحبة ولا ولدا وأشهد أن محمدا عبده ورسوله أرسله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره المشركون. الله أكبر. اللهم صل على محمد وآل محمد وبارك على محمد وآل محمد وارحم محمدا وآل محمد وترحم على محمد وآل محمد وتحنن على محمد وآل محمد وتفضل على محمد وآل محمد كأفضل ما صليت وباركت وترحمت وتحننت وتفضلت على إبراهيم وآل إبراهيم إنك حميد مجيد فعال لما تريد. وصل على جميع عباد الله الصالحين. الله أكبر. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. طابع بيننا وبينهم بالخيرات إنك مجيب الدعوات إنك رفيع الدرجات إنك قاضي الحاجات إنك ولي الحسنات إنك على كل شيء قدير وبالإجابة والمغفرة جدير. الله أكبر. اللهم إن هذا عبدك وابن عبدك وابن عمتك نزل بك وأنت خير منزول به
اللهم إنا لا نعلم منه إلا خيرا وأنت أعلم به منا. اللهم إن كان محسنا فزد في إحسانه وإن كان مشيعا فتجاوز عنه واغفر له. اللهم اجعله عندك في أعلى الليين واخلف على أهله في الغابرين وارحمه وإيانا برحمتك يا أرحم الراحمين. الله أكبر. اللهم صل على محمد. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمات سيما المرحوم المقصود. اللهم اغفر له وارحمه وإياه. وبالفاتحة. Kabağdaki senler yol verin, kabağda boş kağıda yol verelim.
Orada icazı versinler. Ya yol bana da koysunlar da bura. Aslan çıkar. Koyun yine burada koyun. Yavaş oradan götürüp biraz yapabilirsin. Cenazəni götürəcəyik o tərəfdən. Baba buradan veriləcək, başdan veriləcək, ayaq tərəfdən veriləcək. Amin, la ilahe illallah desin. La ilahe Telgeyi hazırda, telgeyi yok etsin. Siyahaz malım Allah ömür versin. O məhbara sizlərində dəfindədirlər. Hüquq mühafizə orqanları hamıları dəfində iştirak edirlər. Bu dəyərli vaxtların ağanın son mənzilə yola salmaqda zəhmət olan qardaşlarımızın da ölənlərindən salavat edirik. Şəhidlərimizin də ruhuna salavat edirik. كريم ابني من عبد الله هل أنت على العهد الذي باركتنا عليه من شهادة أن لا إله إلا الله وحده لا شريك له وأن محمدا صلى الله عليه وآله عبده ورسوله وسيد النبيين وخاتم المرسلين وأن عليا أمير المؤمنين وسيد الوسيين وإمام افترض الله طاعته على العالمين نبيك وعن دينك وعن كتابك وعن قبلتك وعن أئمتك فلا تخف وقل في جوابهما الله جل جلاله ربي ومحمد صلى الله عليه وسلم والحسن بن علي المجتبى إمامي والحسين بن علي الشهيد بكربلاء إمامي عليهم السلام صلوات الله عليهم أجمعين أئمتي وسادتي وقادتي وشفعائي بهم أتبرأ ومن أعدائهم أتبرأ في الدنيا والآخرة ثم اعلم يا حازم الكريم ابن من عبد الله أن الله تبارك وتعالى حق والميزان حق وتطاير الكتب حق والجنة حق والنار حق وأن الساعة آتية لا ريب فيها وأن الله يبعث من في القبور أفهمت يا حازم الكريم ابن من عبد الله اللهم عفك اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وسيما مغفور مبرور محمد وآله وفي الفاتحة Şimdi son mənzilə salmaqda iştirak edənlərin, tamam ölənləri, Azərbaycanımızın ərazi bütövlüyündə canlarını fəda edənlərimizə salavat edin. Buraya yazılı okuyanların Allah huzuruna salavat edin. Bismillahirrahmanirrahim.
Bana çekileceğim. Geç buraya, buraya bak. Buraya bak, abi. Buradan elini şurada çevir buraya şeylere. Bu boydan yok. Çok boy vermiyor. Baba, yarıya kadar dolacak. Yarıya kadar. Taşları ayrı, taşları. Bana bak, o işlere bir sen eleme ya, sen de şunu olursun. Burada. اليوم نختم على أفواههم وتكلمنا أيديهم وتشهد أرجلهم ولو نشاء لطمسنا على أعينهم فاستبقوا الصراط فأنى يبصرون ومسخناهم على مكانتهم فما استطاعوا مضيا ولا يرجعون نكسه في الخلق أفلا يعقلون وما علمناه الشعر وما ينبغي له أولم يروا أنا خلقنا لهم مما عملت أيدينا إنما أمره إذا أراد شيئا أن يقول له كن فيكون سبحان الذي بيده ملكوت كل شيء وإليه ترجعون حفرة من حفر النيران اللهم بلغ وأوصل ثواب هذه السورة المباركة الشريفة ياسين إلى روحه وتجاوز عن سيئاته بفضلك وجودك يا أرحم الراحمين ويا أكرم الأكرمين بحق الزهراء وبالفاتحة. Hürmetli mərasim iştirakçıları, hürmetli din xadimləri, hürmetli tədbir iştirakçıları, bugün biz rayonumuzun ağsaqqalı, hürmetli din xadimi Mikərim ağanı son mənzilə yola saldı. Allah qani-qani rəhmət eləsin. Mikərim ağanı vəfatı tək rayonumuz üçün deyil, Respublikamızın ictimaiyyəti, din xadimləri üçün çox böyük itkidir. Bu itkidən biz hamımız çox kədərlənmişik. Mikərim ağa yaşadığı ömür ərzində tək rayonumuzda deyil, ölkəmizdə dini və mənəvi ənənələrin qorunub saxlanılmasında çox böyük zəhmətlər çəkmişdir.
ağanın həyatı boyu həmişə xalqa, millətə xidmət, sülh, barışıq təbliğatı, insanlara bir-birinə qayğı, sevgi, hörmət təcəssümü olmuşdur. Mirkərim ağa bir çox insanlar kimi yaşasa da, bir çoxlarından fərqi ondan ibarət oldu ki, yaşadığı ömür ərzində keçdiyi həyat yoluna silinməz bir imza qoydu. Onun imzası heç vaxt keçdiyi həyat yolundan silinməyəcəkdir. Mirkərim ağa cəmiyyət içərisində həmişə çox böyük hörmət qazanmışdı. Şəxsən mənim həyatımda bir neçə dəfə baş vermiş bədbəxt hadisə nəticəsində qəsdən olmayan qətillər baş verdikdə Mirkərim ağa müxtəlif tərəfləri barışdırmış, onlar arasında mehribanlıq, sülh yaratmışdır. Keçdiyi bütün həyatı boyu Mirkərim ağa həmişə insanlara məhəbbət, dövlətə, hökumətə, hörmət hissi ilə yaşamışdır. Mirkərim ağa öz fəaliyyəti nəticəsində saysız hesabsız tələbələr yetişdirmişdir. Onun tələbələri bu gündə Respublikamızın müxtəlif yerlərində dini və mənəvi ənənələrimizi davam etdirirlər. Mirkərim ağanın əziz xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. Sular həp axdı keçdi, qurudu, qalxdı keçdi. Neçə şah, neçə sultan taxtı, buraxdı keçdi. Dünya bir pəncərədir, hər gələn vaxtı keçdi. Allah ağamıza rəhmət eləsin, özüm və mənimlə gələn rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanı idarə müəssisə rəhbərlərinin adından mərhuma və onun nəzirlərinə, rayonumuzun dini cəmiyyəsinə, bütün ictimaiyyətə dərin hüznlə baş sağlığı verib Allahdan rəhmət edirəm. Allah rəhmət edirəm. Allah razı olsun. Adım işliyor. Biz girişip gideyin özleri işleyenler. Ben de öz adımdan bütün cəmiyyətə razılığımı bildirirəm. Əmək başçısına da razılığımı bildirirəm. Allah sizdən razı olsun. Zəhmət çəkib gəlirsiniz, iştirak edirsiniz. Zəhmətsiz halal edin. Allah sizə can sağlığı versin. Sağ olun. Sağ olun. Allah rahmet. Allah rahmet eylesin. Başınız sağ olun. Sağ olun. Değerli cemaatimiz, inşallah imkanı olanlar, vakti olanlar ağanın kapısına gidilecek, orada Fatih verilecek. Ama bəd elanlar da diqqətinizə çatdıracaq. Allah razı olsun. Umuz zəhmətlərinizi, əqlərinizi halal eləyin. Allah hoş olsun. Başı nerede? Burada ya. Bunlar götür. Evet. Yok, onu değil. Allah bereket. اللهم صل على محمد وآل محمد الله وحنكم وأحسن عزاكم ورحم موتاكم المؤمنين والمؤمنات والمسلمين والمسلمات لا سيما أموات الحاضرين وبالفاتحة. Özür sahibləri hamımıza təşəkkür edir. Gecə, gündüz bu günləri gəlib iştirak elədi, təşhir cənazədə iştirak elədi, zəhmət çəkdi, zəhmətlərinizi mərhum haqqında halal eləyin. Allah rəhmət eləsin. İnşallah 7 gün məclis olacaq, Bağlaqçı mərasim evində olacaq məclis, 7 gün olacaq. 3-ünə, 7-sinə hər birimizin burada iştirak edənlərin günortaya yasana vədəsi var. Sabah qəbul üstə getmək olmayacaq. Yəni 3-cü qəbul üstə Quranı oxuyanlar əyləşiblər deyibəm, onun üçün sabah qəbul üstü yoxdur. 3'ü, 4'ü, 5'i, 6'ı, 7'si saat 5'te qəbul üstünün ziyarəti olacaq. 3 ilə 7 amasa günortaya məclis xətm olunacaq. Ona görə burada iştirak edənlərin bu 7 gün ərzində kimin vaxtı olsa gəlib iştirak edərlər. Allah hamımızdan razı olsun. İnşallah Fatihə veriləcək. Fatihədən sonra mərasim evində tədarikimiz var.
Hamımız inşallah gedirik orada məclisimiz davam edəcək.